Salam əziz və dəyərli takipçilərim. Mən bugün sizinlə ilk dəfə olaraq Nərgiz Nəcəfin sınaq imtahanlarına, buraxılış imtahanına hazırlaşmaq üçün testlərlə sizinlə bərabər işləyəcəyəm. Səhifə 10-da burada bir dənə mətin var, onu sizinlə bərabər oxumağa çalışacağım. Gəlin oxuyaq və tərcümə edək və hər bir sözə ayrı-ayrılıqla fikir verək. Yəni bilmədiyimiz söz çıxanda narahat olmayın, mən sizə ayrı-ayrılıqla izah verəcəm. Gəlin başlayaq. A young French boy invented the Braille system of reading at the age of 15. İndi gəlin cümləmizin tərcüməsinə fikir verək. Cavan fransız bir oğlan 15 yaşında olarkən Braille adında oxuma sistemini icad etdi. Burada icad etmək, yəni ki, burada olacaq invented. Yəni burada sözün ki, invent, icad etmək, kəşf etmək mənasında işlənir. Gəlin o bir cümləmizə fikir verək. It's a system of raised dots that can be read with the fingers by people who are blind. İndi gəlin bu cümləmizin tərcüməsinə fikir verək. Bu elə bir sistem idi ki, yəni kör deməyək indi. Bu elə bir sistem idi ki, görmə qabiliyyətini itirən insanlar üçün idi ki, onlar yəni raise, yəni yuxarı qaldırılmış dot da nöqtə deməkdir. Yuxarı qaldırılmış nöqtələr vasitəsilə öz barmaqlarıyla oxuya bilirdilər. Louis was born near Paris on January 4, 1809. Bu yadınızda qalsın ki, burada 0 olarsa bu 0 kimi yox, O kimi oxunur. O. Yəni necə oxunacaq burada dedim. 1809. İndi gəlin bu cümləmizin tərcüməsinə fikir verək. Louis 1809-cu il yanvarın 4-də Paris yaxınlığında anadan olub. He became blind by accident. O qəza nəticəsində görmə qabiliyyətini itirmişdi. When he was 3 years old, he was playing with an owl, yəni a tool used for making holes in his father's workshop. O 3 yaşında olarkən atasının əməliyyatxanasında holda, yəni delik açan alətlə oynayırdı. While playing, an owl injured his eye and Louis lost his eyesight. Eyesight görmə qabiliyyəti mənasında işlənir. O oynayarkən bu alət onun gözünü yaraladı. Injured, yəni injured sözünün mənasının gözünü yaralamaq deməkdir. Yəni, daha doğrusu yaralamaq deməkdir. Sözün kökü injureddir. Yaralamaq. O bu alətlə oynayarkən gözünü yaraladı və o görmə qabiliyyətini itirdi. It was very difficult for Louis, but soon he learned to adjust to his blindness. Adjust sözünün mənası alışmaq, öyrəşmək mənasında işlənir. Yəni burada demək istəyir ki, o oynadığı zaman görmə qabiliyyətini itirdi. Louis görmə qabiliyyətini itirdi. Bu Louis üçün çox çətin idi, amma o tezliklə bu şeyə yəni alışdı, öyrəşdi. Yəni öz görmə qabiliyyətinin itməsinə alışdı, belə deyək. He began looking for ways to continue learning. O öyrənmək üçün bir neçə yol axtarmağa başladı. He went to the special school for the blind. O görmə qabiliyyətini itirənlər üçün bir xüsusi məktəbə getdi. While there, he began creating an alphabet based on an old army code. O köhnə ordu koduna əsaslanan bir alfabet kəşf etdi. He began experimenting yəni təcrübədə. Experimenting with a dull owl making dots on paper. Burada dal sözünün mənası küt deməkdir. Normal halda darıxdırıcı mənasında işlənir dal sözü, amma burada küt mənasında işlənir. Cümləmizin tərcüməsinə baxaq. O küt alətlə kağızdan nöqtələr qurmaqla təcrübədən keçirməyə başladı. Bəli. Each letter of the alphabet consisted of 6 dots. Yəni əlifbada hər hərf 8 nöqtədən, yox 6 üzr istəyin, 6 nöqtədən ibarət idi, təşkil olunmuşdu. Consist sözünün mənası yəni təşkil olunmaq deməkdir. Burada keçmiş zamanda da consisted yəni təşkil olunmuşdu. Louis Braille used the same tool that caused his blindness to help blind people to read. Louis Braille kaos səbəb olmaq deməkdir.
Louis Braille öz korluğuna, öz görmə qabiliyyətinin itməsinə səbəb olmuş eyni alətdən istifadə edirdi. Yəni yadınıza gəlirsə, burada mən sizin oxumuşdum owl. Owl burada yazılıb ki, a tool used for making holes. Yəni dəlik açan alətdən istifadə etmişdi. Hansı ki öz korluğuna səbəb olan alətdən istifadə edirdi bu yeni kəşfində, yəni. İndi gəlin cümləyə baxaq. Louis Braille used the same tools that caused his blindness to help blind people to read. Louis Braille eyni alət, öz korluğuna, öz görmə qabiliyyətinin itməsinə səbəb olmuş eyni alətdən istifadə edirdi. Yəni görmə qabiliyyətini itirmiş insanların oxuması üçün, yəni öz gəlin belə bir cümləmizin tərcüməsinə fikir verək. Yəni biraz dəyişək cümləmizi. Louis Braille öz görmə qabiliyyətini itirdiyi alətdən artıq, yəni görmə qabiliyyəti olmayan insanların oxumağına kömək üçün istifadə edirdi. It was an amazing achievement. Bu çox möhtəşəm bir ixtira idi. Yox, achievement burada nailiyyət mənasında. Bu çox möhtəşəm bir nailiyyət idi. The alphabet doesn't have capital letters. Bu alfabetdə əsas, yəni baş hərflər yox idi. It's only capitalized when referring to Louis Braille, the inventor of the system. Gəlin bir dənə o cümləni yenidən oxuyaq. Gəlin buradan başlayaq ümumiyyətlə oxumağa, daha aydın olsun. This alphabet doesn't have capital letters. Yəni bu əlifbada baş, əsas hərflər yox idi. It's only capitalized when referring to Louis Braille, the inventor of the system.